Türkiyədə türklər, yəni etnik türklər milli azlıqdır və bu məsələ dəfələrlə müzakirə olunmasına baxmayaraq, insanların çılğın münasibətlərinə görə, yəni Türkiyə və Azərbaycanda olanların çılğın müzakirələrinə görə, etirazlarına görə bunun elmi qavramda müzakirəsi, elmi araşdırmaların aparılmasının qabağı əngəllənir. Hətta Türkiyənin özündən, dövlət içindən olan maraq bir vardı bir ara, əsasən də son 10 ildə ki, bu məsələləri araşdırsın, yəni Osmanlının milli kimliyinin kimlərdən ibarət olduğunu tapmağa çalışsın və bu barədə xalqa müxtəlif məlumatlar ötürməyə başladılar və gördülər ki, yox, xalq elə buna hazır deyil. Xalq arasında ciddi bir etiraz var. Bu insanlar tərəfindən başa düşülmür. Bəs məsələ nədir? Yəni baxın, Osmanlı tarixində türkçülük, türk adı olubdur. Yəni bu var. Amma bu Osmanlı tarixi uzun bir dönəmdir və bu müxtəlif dönəmlərdə türk adı dəyişməyə başlayır. Burada türk alimlərinin özlərinin də qeydləri var. Məsəl üçün göstərirlər ki, Osmanlılar yalandan özünü Oğuzun qayı boyuna aid edibdir və türk adlandırıbdır. Amma çox dərinə getmirlər, demirlər ki, açıq-aşkar bu türk dövləti olmayıbdır, burada türklər olmayıbdır, burada türklər azlıq olubdur. Bunun detallarına getmirlər, çünki qorxurlar. Artıq bu Osmanlının Oğuzun qayı boyundan olmaması məsələsi artıq bu insanlara deyiləndə belə böyük bir narazılıqla qarşılanır və belə bir sözü deyən alimi ölüm təhdidi ilə hədələyirlər. Belə bir şəraitdə əlbəttə ki, biz hər hansısa bir elmi müzakirədən söhbət apara bilmərik. Amma məntiqlə söhbətin nədən getdiyini başa düşmək olar. Baxın, Türkiyədə hal-hazırda DNA araşdırmaları aparılır və bu DNA araşdırmalarında görünür ki, yalnız 9% əhali Orta Asiyalılardan eyni qana sahibdir. Yəni hələ türklükdən söhbət getmir. Burada yəni mənşə olaraq götürülür ki, 38% böyük çoxluq Avropalılardadır. Bundan sonra İranlılarla yaxınlıq var və Cənubi Asiya ilə yaxınlıq var və ən sonda Orta Asiya ilə yaxınlıq var, 9% və yenə deyirəm, burada söhbət qətiyyən türklərdən getmir. Yəni Orta Asiyada yaşayanlar təkcə türklərdən ibarət deyil. Orta Asiyada İranlı da var, Orta Asiyada Monqol da var, Orta Asiyada Koreyalı var, Orta Asiyada Çinli var. Yəni ümumi türk məsələsi, türk etnik kimliyi götürülsə, kimliyi deməyim, yəni qan olaraq götürülsə, ideologiya qan olaraq götürülsə, Türkiyədə 4-5% əhalinin türk DNA-sı var. Yəni DNA olaraq türk kimliyi daşıyır. Və bu göstərir ki, burada nə isə bir problem var. Biz Osmanlı tarixinə gedirik. Mən bunları hamısını Twitterdə paylaşmışam. Twitterdə ingilis dilində paylaşılıbdır. Bəzilərini Facebook səhifəmdə paylaşmışam. Sonuncu Osmanlı şahı, padşahı, imperator gedirdi, onlar da gedirdi. İmperatoru Vəlahəddinin yazdığı məktublar, verdiyi müsahibələr var. Bu müsahibələrdə o türklərə qarşı təhqir edici bir tonu var. Yəni təsəvvür et ki, Osmanlının türk olduğu deyilir və bunların sonuncu imperatoru təhqir edici tonda danışır və deyir ki, türklər deyir 5-6 milyondan ibarət vətəni bilinməyən, dini bilinməyən insanlardır. Və Osmanlının da həmin dövrdə 25 milyon əhalisi vardı və bunun 6 milyonu türkdür və türk deyəndə də deyir ki, vətəni qarışıq. Dini qarışıq. Baxın, vətəni və dini qarışıq. Yəni, bunların bir vətəni yoxdur. Bunlar müxtəlif yerlərdən gəlibdir. Bunların bir dini yoxdur. Bunların müxtəlif dini var. İbarətdir. Və bu mənim marağımı cəlb eləmişdi. Və mən araşdırdıqca, mənbələrə baxdıqca gördüm ki, Osmanlı tarixində dəfələrlə türklərə qarşı təhqirlər var. Türklərə qarşı söyüş var. Türklərə qarşı öldür bunu, nə bilim, məhv etməlisən, Türkiyə imkan verməməlisən söhbəti var. Və məndə bir maraq oyandı ki, türklər birinci niyə burada düşmən kimi göstərilir? İkinci, niyə ancaq burada əxlaqsız, heç bir savadı olmayan bir şey kimi göstərilir? Misal üçün, Osmanlıda vəzifədə olmuş bir şəxsin
Çələbinin şeiri var. Baban da olsa türkü öldür. Belə bir şeiri var və bu şeir də Türkiyə mətbuatında yayılıbdır. Və bu təkcə deyil. Amerikalı araşdırmaçılar var. Levisin misal üçün araşdırmaları var ki, o göstərir ki, türkçülük Osmanlının böyük bir tarixində söyüş kimi işlənib. Ondan sonra da türkçülük, türk söhbəti daha doğrusu qəhrəmanlıq kimi işlədilib. Yəni bunun pozitiv mənası da olub, amma böyük bir qismdə pis mənada işlədilib. Yalnız Osmanlı dağılıb Türkiyə qurulduqdan sonra türkçülük məsələsi pozitiv mənada işlədilməyə başladı. Və mənim ağlıma batan bir məntiq var. Bu gün baxın, Rumslar deyə bizdə Azərbaycanda siqan deyirlər. Yəni mən bu xalqın adının pis mənada işlədilməsini qəbul etmirəm. Yəni bu yaxşı bir şey deyil, amma bu reallıqdır ki, olsun siqan sözü Azərbaycan dilində pis mənada işlədilir. Yəni hansısa bir toplumu geridə qalmış bir toplumu siqan adlandırırlar. Və bu heç də etnik identity deyil, yəni etnik kimlik mənası daşımır. Misal üçün siqanlar etnik kimlikdir, Rumslar etnik kimlikdir. Amma baxın, əgər bu kimsə misal üçün bir hindlini görür, xoşuna gəlmir hindlilər və deyir ki, bunlara baxın, bunlar siqan deyə. Və burada artıq bu söz etnik kimlikdən çıxaraq bir stereotip halına gəlir, bir təhqir halına gəlir. Və biz belə bir işlənməni çox görmüşük. Azərbaycan tarixində təkcə siqanlar məsələsi deyil. Türklərlə yaxın olan Monqollar haqqında bu işlənir. Həm Rusiyada, həm Azərbaycan keçmiş emrin məkanında. Misal üçün, yəqin ki, buna hər biriniz şahid olmusunuz. Kimsə bu keçmişdə daha çox işlənirdim. Uşaq olanda bunu daha çox eşidirdim. Sonra biraz səngidi. Kiməsə Monqol deyirdilər. Misal üçün, kimsə nəyisə başa düşmürdü. Deyirlər ki, misal üçün, sən Monqolsan, sənin ağlın yoxdur. Burada heç də nəzərdə tutulmur ki, bu insan etnik olaraq Monqoldur. Yəni bu təhqirdir sadəcə, stereotipdir. Nə vaxtsa xalqlar görüb ki, Monqollar gəlib bura dağıdıcı işlər görüb, bu ağıllarda qalıb ki, kimsə nəyisə başa düşmürsə, dağıdırsa, tökürsə, deməli bu Monqoldur. Bu stereotipdir. Türklər barədə də Osmanlıda türk sözü heç də milliyyət olaraq yox, stereotip olaraq işlənilibdir. Yəni burada düzdür, millət adları da bəzən mənbələrdə görmək olur. Yəni açıq-aşkar görünür ki, burada millətdən söhbət gedir. Amma Osmanlının bu uzun tarixində türklər İranın şimalında olan ərəblər tərəfindən muzlu döyüşən, heç nəyi başa düşməyən, heç nədən baş çıxmayan, hər şeyi dağıdıb tökən bir millət kimi nəzərdə tutulur və Osmanlılar da misal üçün Anadoluda kimlər kəndçi idi, heç nədən baş çıxmırdı, eləmirdi. Bunlara deyirdilər sən türksən. Yəni təhqir mənasında bunu deyirdilər. Bu heç də bunun etnik kimliyi mənasında deyildi. Yəni türklər olubdu Orta Asiyada, türklər olubdu İranın indiki şimal ərazisində, yəni biz tərəfdə yox, İranın indiki şimal ərazisində və Türkiyədə də bəzi türklər olub indiki Türkiyədə, amma böyük çoxluq olmayıblar və onların adı da heç də həmişə etnik kimlik kimi işlənməyibdi və hansısa bir misal üçün Yunan olubdu, Erməni olubdu, Kürd olubdu, özünü yaxşı aparmayıb deyiblər, bu topluluk türkdür. Yəni təhqir mənasında. Bu heç də etnik kimlik mənası daşımayıbdı. Amma bu təkcə beləmi olubdu? Osmanlının, yenə deyirəm, uzun tarixi var. Biz görürük ki, 15-ci əsrdə, 14-cü, 15-ci və 16-cı əsrlərdə türklərin özünə cəlb edilməsi üçün rəqabət gedir. Misal üçün Şah İsmayıl özünə cəlb eləməyə çalışır türkləri, ondan sonra Osmanlı özünə cəlb eləməyə çalışır türkləri və türklər də güclü döyüşçü idi. Misal üçün Şah İsmayıl başladı türkcə nələrsə deməyə, türkcə şeirlər falan yazmağa və türklər bunlara doğru axın etməyə başladı. Və bu da heç də türkcə deyildi əslində. Yəni türkcə sözlərdən istifadə edirdi və türkcəyə yaxın bir sözlərdən istifadə edirdi, amma yenə də bu şeirlər, bu misralar hamısı İranidir əslində. Heç türkcədə deyil bu. Bu başqa bir söhbət mövzusudur. Amma Şah İsmayıl belə bir metoddan istifadə edirdi ki, türkləri özünə cəlb etsin, çünki yaxşı döyüşürdülər. Və bu öz effektini tuturdu və
bu Osmanlıda da bu cür aparılmağa başladı. Başladılar özlərini, nə bilim, başladılar Oğuzun qayıb boyuna aid etməyə ki, biz də türküyük. Gəlin biz tərəfdə döyüşün. Və bu indi də sənədlərlə, faktlarla Türkiyənin hətta özünün böyük tarixçiləri vasitəsilə sübut olundu ki, Osmanlılar qayıb boyundan olmayıb. Bu saxta bir söhbətdir. Özlərinə bir kitab yazdırıblar ki, türkləri özünə cəlb etsinlər. Və bunun tarixi sənədləri var. Amma bu böyük bir periodik bir hadisə olmayıb və həmin dövrdə, yəni 15, 14, 16-cı əsrlərdə daha doğrusu türklər türk adı həm də qəhrəman adı kimi işlənilməyə başladı. Yəni həmin dövrdə də heç də türk adı həmişə etnik kimlik daşımayıb. Məsələn, kimsə yaxşı döyüşüb deyə bilər, ha, bu türkdür. Nəyə görə yaxşı döyüşkənliyi var? Deyə bilər, ha, bu türk kimi döyüşür. Bu çox yaxşı adamdır. Çox yaxşı döyüşçüdür. Yəni burada belə türk adı etnik kimliyi kimi işlənməyibdi. Və indi gələk Osmanlının son dövrlərinə. Təsəvvür edin ki, biz Osmanlı'nın Vəlahəddinin arxivlərdən heç nəyini əldə edə bilmirik. Vəlahəddin nə edib orada, nə işlərlə məşğul olub, hansı danışıqları olub, rəsmi danışıqlarda falan. Biz Vəlahəddinin sonuncu Osmanlı imperatorunun bütün danışıqlarını ya mətbuata açıqlamalarından görürük, həmin dövrdə 1910-24-cü illərdə görürük. Ya da ki, misal üçün Amerika Milli Arxivində onun Amerika prezidenti ilə yazışmaları falan var. Avropada onun prezidentlərlə, baş nazirlərlə, həmin dövrün dövlət adamları ilə yazışmaları var, krallıqla yazışmaları var. Bəs burada ortaya sual çıxır. Eyni Azərbaycandakı kimi, nəyə görə Osmanlı arxivinin bir çox yuxarı dairələrə aid yazışmaları, rəsmi yazışmaları hələ də ortaya çıxardılmır. Onlardan bəziləri verilir bizə, bəziləri verilmir. Yəni Türkiyənin hal-hazırda gördüyü iş və keçmişdə gördüyü iş bundan ibarətdir ki, əhalinin türk ola biləcəyini göstərə biləcək hansı bir sənədləri üzə çıxardırlar. Eyni Azərbaycandakı kimi. Üzə çıxardırlar. Türk olacağına şübhə yaradacaq hadisələri, sənədləri hansı ki sayı daha çoxdur. Yəni 10 dəfə, 15 dəfə daha çoxdur. Bunları gizlədirlər. Bu da Türkiyənin milli siyasəti ilə bağlı məsələdir. Bu tarixi bir araşdırma deyil əslində. Tarixi özünün bugünkü siyasətinə uyğun saxtalaşdırmaqdır. Və təsəvvür et ki, biz hələ Vəlahəddinin, sonuncu Osmanlı şahının bu yazışmalarının sırf həmin dövrdə xaricdə artıq bu məsələlər gizlilikdən çıxarılıbdır filandır, belə görə bilirik və mətbuatın olduğuna görə bilirik. Və orta əsrlər filanda ümumiyyətlə bunların rəsmi yazışmalarını çox şey gizlədirlər. Çünki belə şeylər mətbuatda da az gedir, belə şeylər başqa yerlərdə də az gedir. Və burada Avropalıların da misal üçün səyyahlarına baxın. Avropa səyyahlarının bir çoxu gəldiyi zaman Türkiyəyə, Osmanlıya gəldiyi zaman, indiki Türkiyə ərazisinə qəribə bir şey var ki, bəziləri deyir ki, bunlar niyə türk adlandırılır? Yəni burada türk yoxdur axı. Və məlum olur ki, bu türk sözü həm də Avropalılarda təhqir mənasında işlənib. Yəni necə ki barbar adı bu gün stereotip olub, yəni bu gün tarixdə baxırıq barbarlar, barbar bir tayfanın adı olub və digərlərində barbar deyiblər ki, kim bunlara hücum edib Romaya deyiblər barbardır bunlar. Deməli, bu ad da, türk adı da yenə də stereotip kimi çıxır ortaya. Çünki işğal edən, dağıdan tökən kimi Avropada da bu yöndə işlənilir və ona görə Osmanlıya türk deyirlər. Həm də bunun təsiri var ki, Osmanlı bəzi şahları özlərini türk adlandırıb ki, türkləri özünə cəlb eləsin. Buradan da gələn məsələlər var. Amma yenə deyirəm, burada heç də türk etnik kimliyindən söhbət getmir. Əgər türk etnik kimliyi burada əsas rol oynasaydı, mən yenə deyirəm, DNA araşdırmalarında Orta Asiya ilə bağlılıq böyük olardı. Bu gün göstərilir ki, burada Orta Asiya ilə bağlılıq yoxdur, qardaş. Burada türklər 4-5% əhalini təşkil edir. Burada bağlılıq yox dərəcəsindədir. İranda daha çox türk var, nəinki Türkiyədə. Təsəvvür edirsiniz bunu siz. Yəni Azərbaycanda belə bu yoxdur. Azərbaycan barədə növbəti buraxılışımda bildirəcəm. Yəni bu gün deməyə çalışdığım budur ki, bizim siyasət, bizim elmi institutlar, elmi araşdırmaları zərərsizləşdirir.
bu elmi araşdırmalarını öz siyasətlərinə uyğunlaşdırır. Və burada Türkiyə ilə də bağlı bir məsələ var. Bəli, Türkiyə ilə bağlı məsələ nədən ibarətdir? Türkiyənin bugünkü adı deyirlər ki, Türkiyə olub çoxluq və ona görə Türkiyədən götürülüb. Xeyr, türklər burada çoxluq falan olmayıbdı. Baxın, nə Türkiyənin özündə indidə belə özünə türk deyənlər yoxdur. Halbuki bu qədər uzun təbliğat aparılıbdı. Bu siyasət necə gəlib ortaya çıxıb, yəni Türkiyəlilər necə özünə türk deyir hal-hazırda? Bu barədə indi hal-hazırda uzun bir videomuz oldu və mən buna növbəti verilişimizdə, bunu da növbəti verilişlərimizdə danışacağam. Yəni növbəti verilişimizdə mən həm Türkiyədə türklər necə formalaşıbdı, indiki türklər necə formalaşıb, nəyə görə ölkə Türkiyə adlandırılıbdı, bu barədə danışacağam. Və daha sonra da Azərbaycanda türkçülük məsələsi necə olub. İndidən deyim ki, bunların hər ikisi Rusiya ilə bağlı prosesdir. Bu qədər. Bu gün artıq olduqca uzun danışdım və məncə bu qədər kifayətdir.